Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün ibtidai sinif müəllimlərin işə qəbul imtahanına hazırlaşmaq məqsədilə, dəstək məqsədilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda bütün müsahibə mərhələsinə hazırlaşan ixtisas müəllimləri bizim Müsahibədən Qızıl Qaydalar adlı vəsaitimizi əldə edə bilərsiniz. Vəsait tam sertifikasiya və MİQ proqramını əhatə edir. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq kitab haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, 8 ədədin ədədi ortası 420-dir. Bunlardan 5-nin ədədi ortası 240 olarsa, digər üçünün ədədi ortasını tapın. 8 ədədin ədədi ortası 420-dirsə, 8-i vururuq 420-yə. Və bu bizə verir 3360. 5-nin ədədi ortası 240-dırsa, 5-i vururuq 240-a. Bu da bizə verir 1200. Və 3360-dan 1200-ü çıxırıq. Qalır 2160. 8-dən də 5-i çıxarıq. 3 ədəd. 3-ünün ədədi ortasını istəyir. 2160-ı böləcəyik 3-ə. 720. Doğru cavab olacaq A variantı. Keçək digər sualımıza. Deyir ki, kubun bütün tillərinin cəmi 168 mm-dir. Bu kubun tam səthinin sahəsi neçə santimetr kvadratdır? Ümumiyyətlə, kubun neçə tili var? 12 tili. 12x bərabərdir 168-ə. X də bərabərdir 14 mm. Yəni, birinin uzunluğu 14 mm-dir. Kubun tam səthinin sahəsi 6a kvadratı ilə hesablanır. Yəni 6 vurulsun 14-ün kvadratı. 6 vurulsun 196 bərabərdir 1176 millimetr kvadrat. İndi biz millimetrdən də santimetr kvadratına istəyir. Sahədə 1176-nı da bölərik 100-ə. Çünki millimetrlə santimetr arasında 100 dəfə fərq var. Olacaq bu 11,76 santimetr kvadrat. Doğru cavabımız olacaq B variantı. 3 nömrəli sual. Deyir ki, sinifdə olan şagirdlərin 18 nəfəri şahmat dərsi, 12 nəfəri dama dərsi alır. 6 nəfər həm şahmat, həm də dama dərsi alır. Təsadüfi bir şagird seçildikdə, bu şagirdin yalnız şahmat dərsi alması ehtimalı nə qədərdir? İndi bunlarda 18 ilə 12-ni toplayaq və ortaqları çıxaq. 6-nı. 24. Bu ümumi olaraq 24 şagirddir. Və bizə deyir ki, təsadüfən bir şagird seçdikdə yalnız şahmat dərsi. 18 nəfər şahmata gedirsə, bunun 6-sı deməli damaya da gedir. Çıxırıq, qalır 12. Ümumi şagird sayı 24-dür. 24-dən 12-si yalnız hara gedir? Şahmata. Bu da ixtisar olacaq, 2-də 1 olacaq. Bunun ehtimalı nəyə bərabərdir? 2-də 1-ə. Doğru cavabımız olur B variantı. Növbəti sual 4 nömrəlidir. Deyir ki, kitab 300 səhifədən ibarətdir. Birinci gün kitabın 20%, ikinci gün qalan səhifələrin 30% oxundu. Kitabın oxunmamış neçə səhifəsi qaldı? Baxaq. Demək, 300 səhifəli bir kitabdır. Bunun 20%-ni tapıb 100-ə bölsək, bizə verəcək 60. 60 səhifə. 300-dən də çıxırıq 60-ı, yerdə qalır 240 səhifə.
Sonra bizə deyir ki, qalan səhifələrin 30%-ni oxudu. 240-ın da 30%-i bizə nə verir? Bölürük 100-ə. Verir 72. İndi 300-dən 60-ını çıxdıq oxunanların. Bir də 72-ni çıxırıq. Oxunmamış qalacaq 168 səhifə. Doğru cavabımız olur E variantı. Növbəti bir sual. Deyir, ədədi 6-ya böldükdə alınan nahtaman qismət qalığın ən kiçik qiymətindən 3 dəfə böyükdür. Qalıq isə alına biləcək mümkün qalıqların ən böyüyünə bərabərdir. Buna əsasən bölünənin 4 mislinin rəqəmləri cəmini tapın. Baxaq. Deməli, ilk olaraq ədəd x-dir. Bölürük 6-ya. Nahtaman qismət qalığın ən kiçik qiymətindən 3 dəfə böyükdürsə, ən kiçik qiyməti 1 olacaq. 3 dəfə böyük 3 olar elə. Qalıq isə mümkün qalıqların ən böyük. Deməli, ədədi 6-ya bölürəmsə, qalıq olacaq, ən böyük qalıq 5. O zaman 6-nı vurarıq 3-ə, üzərinə 5 gələrik, 23. Tapdıq bölünəni 23. 23-ün 4 misli bizə verir 92. 92-nin də rəqəmləri cəmi 9-2, 11-ə bərabərdir. Doğru cavabımız olur D variantı. Növbəti sualımız 6 nömrəlidir. Deyir, bir işçi tək başına işi 15 günə, digər işçi isə 10 günə bitirər. Hər iki işçi bir yerdə işə başlayır. 4 gün sonra ikinci işçi işi tərk edir. Qalan işi birinci işçi neçə günə tamamlayar? 15 ilə ona ortaq bölən, yəni iş olaraq 30 götürürəm. 30-u bölürəm 15-ə. 2 düşür birinci işçinin gücü. İkinci işçinin gücü isə 30-u 10-a bölsək 3 düşür. İndi toplayaq. 2 ilə 3-ün cəmi 5. 4 gün bir yerdə işləyiblər. 5-i 4-ə vuranda 20. Və 30-dan da çıxıram 20-ni. Qalır yerdə 10 iş. Həmin işi ikinci işçi tərk edirsə, birinci işçinin gücünə böləcəm. 2-yə böləcəm. Olacaq 5. Deməli, qalan işi birinci işçi 5 günə tamamlayacaq. Növbəti sualımız 7 nömrəli sualdır. 7 nömrəli sualda deyir ki, 164 böl 4 kiçikdir 4x plus 4. O da kiçikdir bərabərdir 196 böl 4. Hər tərəfin 4-ə bölsək 41 kiçikdir 4x plus 4-dən. O da kiçikdir bərabərdir 49-dan. Hər tərəfi böldük. İndi hər tərəfdən 4 çıxacaq. 37 kiçikdir 4x-dan. O da kiçikdir bərabərdir 45-dən. Bir də hər tərəfin 4-ə bölsək 9 tam %25 kiçikdir x-dan. O da kiçikdir bərabərdir 11 tam %25-dən. Və burada hansı natural qiymət ala bilər? 10, bir də 11-i ala bilər. Onların da cəmi bizə verir 21. Doğru cavabımız olur B variantı. Növbəti sualımız 8 nömrəli sualdır. Deyir, 38 yaşındakı ananın 3 uşağından 38 yaşındakı ananın 3 uşağından ikisi əkizdir. Əkizlər o biri uşaqdan 4 yaş böyükdür. 3 il sonra uşaqların yaşları cəmi ananın yaşının 3 il çox olarsa, kiçik uşağın hazırda neçə yaşı var? Ananın yaşı məlumdur 38. Əkiz 1, əkiz 2, yəni əkizlər onsuz da yaşları eynidir. 1-2 yazmağa ehtiyac yoxdur. Əkiz yazacağım. Övlad 1. Əkizlər o biri uşaqdan 4 yaş böyükdür. Övlad 1-in x yaşı varsa, əkizlərin x plus 4, x plus 4 yaşı var. Və 3 il sonra deyirsə,
Burada 3 gəlirik, burada 3 gəlirik. 3 il sonra. İndi toplayaq. Olacaq 3x plus 8, o da 7. 7, 7, 14. 14. Aha. 14 bərabərdir nəyə? Hə, bir də buradakı o uşağın üzərinə 3 yaş gələcək. 14 olmayacaq, 17 olacaq. 17 bərabərdir. Burada 3 gəlməlidir. Aha, indi 38-in üzərinə 3 gəlirik, 41 yaş. Bir də 41-in üstünə 3 gələrik ki, bunların yaşından, çünki deyir ki, ananın yaşından 3 il çox olacaq. Ananın yaşına 3 gəlsək, bunların yaşına bərabər olar da. Olacaq bura 44. Və 44-dən 17 çıxırıq. Qalır 3x bərabərdir 27-yə. X də bərabərdir 9-a. 9 kimin yaşıdır? Ən kiçik uşağın hazırki yaşı ilə 9-dur. Çünki əvvəldən x demişdik ona. Növbəti sual 9 nömrəli sualdır. Düzbucaqlı üçbucağın məlum olmayan birinci bucağı məlum bucağının altda 5 hissəsindən 15 dərəcə kiçikdir. Məlum olmayan ikinci bucağı bu üçbucağın daxili bucaqlarına cəminə nisbəti neçədir? Baxaq. Deməli, düzbucaqlı üçbucaqda məlumdur ki, bura 90 dərəcədir. Məlum bucağın 6'da 5 hissəsi 90'ın 6'da 5 hissəsi bizə verir 75 və 75'dən də 15 çıxırıq, qalır 60. 60. Bura 90, bura 60. Bura 90, bura 60 ise burada 30 olacaq. Növbəti məlum olmayacaq 30 dərəcə olacaq. Ümumi üçbucaqların daxili bucaqların cəmi 180 dərəcədir. Bizə də məlum olmayan 30 dərəcəli bucağı istəyirdi ki, nisbətin. Bunda hər tərəfin 30'a bölsək olacaq 6'da 1. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti suala. Deyir ki, birinci borudan hovuza 15 saniyədə 120 litr su axır. İkinci borudan isə hər 30 saniyədə 300 litr su axır. İki boru eyni anda, eyni vaxtda açıq olarsa hovuz 5 dəqiqə dolar. Hovuzun su tutumu neçə litrdir? Demək, 1 saniyə axıtılan suyu tapaq. 120'ni bölək 5'ə. 120'ni 15'ə bölərik. Deməli olacaq 8. 300'ü də bölərik 30'a 10 olacaq. Və ikisi bir yerdə 8 ilə 10'u toplayaram 18. Bu 1 saniyəyə axıdılan sudur. Əgər 5 dəqiqə deyirsə 18'i vuracaq 60'a. Bir də vuracaq 5'ə. Bu da bizə verəcək 5400 litr. Doğru cavab olacaq B variantı. 5400 litr su tutar. 11. 3 ardıcıl cüt ədədin cəminin 5'də 2 hissəsi 72 olarsa, bu ədədlərdən ən böyüyünün rəqəmləri hasilini tapın. İlk olaraq x, x plus 2, x plus 4 ardıcılığa baxırıq. 5'də 2 hissəsi 72 olan ədədi tapırıq. Və olacaq 3x plus 6 bərabərdir. 72'ni 2'yə bölüb 5'ə vursaq 180. 3x bərabərdir 174'ə. X də bərabərdir 58'ə. Bizdən nə istəyir? Böyüyünün rəqəmləri hasilini. 58'in üzərinə 4 gələrik. 58'in üzərinə 62. 6'ını da 2'yə vursaq 12. Doğru cavab C variantında qeyd olunubdur. Növbəti sualımız 12 nömrəli sualdır. Deyir ki, soyuducunun qiyməti avtomobilin qiymətini göstərən ədədin minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 4 dəfə azdır. Avtomobilin qiyməti 28600 manatdırsa, soyuducunun qiyməti neçə manatdır? Deməli, avtomobilin qiyməti 28600'dür.
Bunun minliklər təşkili onluq, yüzlük, minlik. Minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti 8000-dir. Bundan 4 dəfə ucuzdursa, azsa olacaq 2000 və 2000 nəyin qiymətidir? Soyuducunun qiymətidir. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti suala. Deyir, aşağıdakı onluq kəsirləri müqayisə edin. A bərabərdir 5 tam 1000-də 406, B bərabərdir 5 tam %46, C də bərabərdir 5 tam 1000-də 64. 5'lər bərabərdirsə, bu bizə bir şey vermir. Sonra 4, 4. Kiçikdən başlasaq, baxacağıq ki, C ən kiçikdir. Deməli, C kiçikdir nədən? A-dan. A da kiçikdir B-dən. Bu yoxdursa, B böyükdür A-dan, A da böyükdür C-dən. Doğru cavabımız elə A variantında qeyd olunubdur. 14. Deyir ki, illik xərci 16800 manat olan bir nəfər aylıq gəliri 2500 manatdır. O 68000 manata olan avtomobil neçə aya ala bilər? Biz bunun illik gəlirini də tapmalıyıq. Əgər aylıq gəliri 2500 manattırsa, 12'yə vurarıq bunu, 30.000 manat bunun illik gəliri var. Və 30.000'dən çıxırıq 16.800'ü. Ki, qazanc nə qədərdir? 13.200. Yəni, 12 aya bu 13.200 manat qazana bilir. Ümumi olaraq rasxoddan başqa, illik xərclərlə başqa. Və bizə deyir ki, 68.000. İndi baxsaq ki, bunu əslində bir il yoxlasaq, ən azı 5 ilə baxaq. 13.200'ü 5 ilə vursaq, olacaq 66.000. Deməli, 12'ni də 5'ə vursaq, 60 ay. 60 aya hələ ala bilmir. Və növbəti aya keçsə, 61-ci aya keçsə, olacaq 68.000 ala biləcək. Yəni 2500 manat artıq növbəti ayda qazancı olur. 61-ci ayda bu avtomobili ala bilər. Doğru cavabımız E variantında qeyd olunubdur. Növbəti sual 15 nömrəli sualdır. Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1400 alınan rəqəmləri müxtəlif ən böyük cüt ədəd ilə minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınan rəqəmləri müxtəlif ən kiçik tək ədədin cəmini tapın. Ümumiyyətlə, yüzlüklərə qədər yuvarlaqlaşdıranda biz həmişə böyük ədəd tapanda 49 gəlirik. Və olur neçə? 1449. 1449. Ən böyük cüt ədəd istəyir, həm də rəqəmləri müxtəlif. 1 ilə 4'ə toxunmarıq, bu 3'ü dəyişərik, buranda 8 eləyirik. 1438 bu şərti doğruldan ən böyük cüt ədəddir. Və 3000 alınan, 3000'də də 3000'də. Həmişə minliklərdə ən kiçik ədəd tapanda 500 çıxırıq. Qalır 2500. Bu şərti ödür. Amma deyir ki, ən kiçik tək ədəd. O zaman 2, 5, 0, 1 yazsaq, bu şərti ödəyəcək 2501. Və 2501 ilə də 1438'i toplayırıq. Bu bizə verəcək 3939. Doğru cavabımız olur D variantı. 16. Deyir, oturacağının ölçüləri 8 metr və 12 metr, hündürlüyü isə 4 metr olan hovuzun daxilinə kafel vurulmalıdır. Buna görə tərəfi 8 desimetr olan kvadrat vurulmalı. Neçə kafel lazımdır? Ümumiyyətlə, hovuzumuzu çəkək. Yəni, düzbucaqlı paralelepiped formasında çəkək. Hovuzun üst hissəsi açıq qalamalıdır. Kafel yan kənarlar vurulmalıdır. Bura olsun 8. Bu hündürlük 4'dür 12. Oturacaqlar oldu 8 ilə 12. İndi
Sahəsini hesablayaq. 8-i 4-ə vursaq 32. Buranın sahəsi təkcə bu yan hissə. Bu yan hissənin də sahəsi olar 32. Üzərinə gəldik 64. Sonra bu hissəni tapacağıq. Bax bu qarşıda gördüyümüz 12-ni 4-ə vurarıq. 12 vur 4. 48. Bir də 48-i 2-yə vuracam. Niyə? Çünki bunun bu hissəsindəki də bizə lazımdır. Olacaq 96. 96 metr kvadrat, metr kvadrat, metr kvadrat. Sonra isə bir də oturacağım. Bax bu hissənin sahəsini taparıq. 12-ni vurarıq 8-ə. Bu da bizə verəcək 12 vurulsun 8, 96 metr kvadrat. İndi ümumi olaraq toplayaq. Görək hovuzun sahəsi nə qədərdir? 96 üzərinə 96, bir də buradakı 64. Bu bizə verəcək 256 metr kvadrat. Ümumi hovuzun sahəsini tapdıq. Tapandan sonra 256 metr kvadratdır. Amma görürsən ki, burada desimetr kvadratını tələb eləyir. Desimetr isə bunu da biz desimetrə çevirə bilərik. 256-nın sonuna 2-dən 0 atacağım. Yəni 100-ə vuracağım. Olacaq 255.600 desimetr kvadrat. Və bölünsün nəyə? Əgər kvadrat formalıdırsa, kvadratın tərəfi 8-dirsə, 8-i 8-ə vuracaq 64. Bunu da bölürük 64 desimetr kvadrata. İxtisar gedəcək, qalacaq 400 ədəd. Bizə neçə dənə kafel lazımdır? 400 ədəd kafel lazım olacaq. Keçək 17 nömrəli suala. Deyir ki, 3x plus 36 böl 4 üzərinə 74 bərabərdir 122 tənliyinin kökünü tapın və həmin kökə görə 2x plus 127 ifadəsinin qiymətini hesablayın. Birinci tənliyimizi həll edək. 122-ni çıxırıq 74-ü qalır 48 və 4-ə vursaq 196 edəcək. 192 edəcək. 192. 192-dən 36-nı çıxarıq. Qalacaq 3x bərabərdir 156. X də bərabərdir 52. Bizə deyir tənliyin kökünə görə, həmin kökə görə 2x plus 127 ifadəsini hesablayın. O zaman 52-ni vuracam 2-yə, üzərinə də 127-ni gələcəm. Bu bizə verəcək neçə ümumilikdə? 231. Doğru cavabımız olacaq. Deməli, 231 C variantında qeyd olunubdur. Keçək növbəti suala. 18 nömrəli sualda deyir 2 ədədin fərqi 142-yə bərabərdir. Azalanın yüzlüyünü 3 vahid artırın, onluğunu 2 vahid azaldın. Çıxılanın yüzlüyünü 1 vahid azaldıb, təklini 2 vahid artırdılar. Bu şərtə əsasən yeni fərqin rəqəmləri cəmini tapın. Yəni bunu qayda olaraq da izah eləyə bilərəm, praktik olaraq da izah eləyə bilərəm. Praktik necədir? Məsələn, hər hansı bir 2 ədədin fərqi 142-yə bərabərsə belə də yaza bilərsiniz. Məsələn, 458 çıxılsın 316. Fərq verir bizə 142. İndi baxaq, bunun üzərində şərti aparaq. Azalanın yüzlüyünü 3 vahid artırdıq. 4-ü 3 vahid artıranda 7. Onluğunu 2 vahid azaltsaq, 5-dən 2 çıxsaq 3. Təkliyi ilə işimiz yoxdur, qalır yerində. Çıxılanın yüzlüyünü 1 vahid azaltdıq. 3 idi, qaldı bura 2. Təklini 2 vahid artırdılar. Onluq qalır, təkliyi olacaq 8. Və 738-dən 218-i çıxsa 520 edir. Yeni fərqin rəqəmləri cəmi 7-yə bərabərdir. Doğru cavabımız olacaq E variantı. Keçək növbəti sualımıza. Deməli, 19 nömrəli sualda deyir katerin durğun sudakı sürəti 18 km/saatdir. Kater çayın axını ilə 2 saat, həmin çayın töküldüyü göldə isə 2 saat yol getdi. Çayın sürəti 3 km/saat olarsa, kater ümumilikdə nə qədər məsafə qət etdi?
Demək, katerin durğun suda sürəti 18 km/saatdır. Axın ilə dediyinə görə, bax, kater 18 çay 3. Axın ilə deyəndə 18-in üzərinə 3 gəlib, zamana vuracaq. 2-yə. Olur 42. Çayın töküldüyü göl ilə katerin öz sürəti olacaq orada. 2 saata 36 km gedəcək. Və toplam nə qədər gedər? Toplam 42 ilə 36-nı toplayarıq. 78 gedər. Doğru cavab E variantında qeyd olunub. Və növbətinci sual. Verib burada millimetri, deyir hansı varianta bərabərdir? Biz bunu demək silinmə ilə də yaza bilərik. Bax, məsələn, millimetr, santimetr, desimetr, metr, metrdən sonra 3 dənə 0 silirik, kilometrə keçir. 19 kilometr. 19 kilometrsə 19 kilometr. Bax, oldu 19 kilometr. Sonra bu hissə oldu metr. 19 kilometr 894 metr. Qaldı 563. Hə, 563 millimetr. Birini silirik santimetr, birini silirik desimetr. Olur 5 desimetr, 6 santimetr, 3 millimetr. İndi baxaq cavab variantlarına. Buna heç birinci varianta baxmağa ehtiyac yoxdur. İkincinə də baxmağa ehtiyac yoxdur. 19 kilometr, 894 metr, 5 desimetr, 63 millimetr. Sonda bəli 63 millimetri saxlaya bilərik. Yəni 6 santimetr 3 millimetrdir. Elə 63 millimetr. Doğru cavabımız C variantında qeyd olunubdur. Suallarımız bu qədər. Hər birinizə uğurlar imtahanda yüksək nəticələr toplamaq ümidi ilə. Sağ olun, salamat qalın.